Salam, adım Orxandır. Bu hadisə başıma gələndən sonra həyatım tamamilə dəyişdi. İndi danışacaqlarımın doğru olub olmamasına inanmaq sizin ixtiyarınızdadır. Amma bir şey deyim, həmin gündən sonra o kəndin adını bir dəfə də olsun dilimə gətirməmişəm. Bu hadisə 2024-cü ilin payızında baş verdi. Uzaq qohumumuz bizi dağlıq ərazidə yerləşən kiçik bir kəndə qonaq çağırmışdı. Kənd o qədər balaca idi ki, cəmi 30-dan 40-a qədər evdən ibarət idi. Telefon demək olar ki, tutmurdu. Gün batan kimi isə küçələr tamamilə boşalırdı. Ora çatanda ilk diqqətimi çəkən insanların qəribə davranışı oldu. Hamı mehriban idi, amma saat 7-yə yaxın sanki görünməz bir qorxu başlayırdı. Hamı tələsi evinə girir, küçədə isə bir nəfər belə qalmırdı. Axşam yeməyində yaşlı bir kişi gözümün içinə baxaraq dedi: "Oğlum, gecə nə səs eşitsən pəncərəni açma. Kimsə adını çağırsa belə cavab vermə." Bu sözlərdən sonra süfrədə dərin sükut yarandı. Mənsə bunun sadəcə kənd əfsanəsi olduğunu düşündüm. Gecə saat 02:43 idi. Qapının qarşısından asta addım səsləri eşidildi. Sonra bir qadın səsi gəldi. "Orxan, çıx bir dəqiqə." Donub qaldım. Bu kənddə mənim adımı heç kim bilmirdi. Qohumlar məni sadəcə Orxan deyə çağırırdılar. Bir neçə saniyə sonra səs yenidən eşidildi. "Orxan, mənəm." Yavaşca pəncərəyə yaxınlaşdım. Pərdəni cəmi biraz araladım. Ay işığında ağ paltarlı bir qadın dayanmışdı. Üzü görünmürdü, başı aşağı idi. Birdən yavaş-yavaş başını qaldırdı. Yox idi. Sanki sifətinin yerində qapqara bir boşluq vardı. Qorxudan pərdəni əlimdən buraxdım. Elə həmin an qapı 3 dəfə döyüldü. Tak, tak, tak. Evdə hamı oyandı. Ev sahibi qaçaraq işığı yandırdı və qışqırdı: "Heç kim qapını açmasın." Çöldənsə eyni qadın səsi gəlirdi. "Mən üşüyürəm, qapını açın." Səhərə qədər heç kim gözünə yuxu getmədi. Sübh açılan kimi kəndin yaşlıları həyətə baxmağa gəldilər. Qapının qabağında heç bir ayaq izi yox idi. Amma yaş torpağın üstündə dairəvi sürünmə izləri görünürdü. Yaşlı kişi asta səslə dedi: "Yenə gəlib." Mən təəccüblə soruşdum: "Kim?" O dərin nəfəs alıb cavab verdi: "Təxminən 20 il əvvəl bu kəndə qonaq gələn bir qadın gecə sirli şəkildə yoxa çıxıb. Nə meyti tapılıb, nə də izi. O gündən sonra hər payız fəslində kəndə gələn qonaqların qapısını döyür. Kim qapını açıbsa, səhər açılanda onu bir daha görən olmayıb." Mən bu sözlərə inanmaq istəmirdim. Səhər kənddən çıxanda son dəfə arxa güzgüyə baxdım. Kənd artıq arxada qalmışdı. Amma yolun ortasında ağ paltarlı həmin qadın dayanmışdı. Bu dəfə üzü görünürdü. Amma o üz mənim öz üzüm idi.